YouTube kanalına hamınıza salamlar. Belə bir MX2 Pro 508K adında bir TV-Box qrafikə üçün yazılım üçün gətiriblər. İstədim bunu videosunu çəkib sizinlə paylaşım və müəyyən məlumatlar verim. İlk olaraq istəyirəm qutusuna baxaq. Qutusu göründüyü kimi, yəni çox gözəl dizaynda, hər bir şeyi, rəngi, necə deyirlər, öz yerində. 8K Ultra HD, Android TV, Google Chromecast build. Hansı ki bunu yalnız Google sertifikatlı cihazlar dəstəkləyir. Burada gördüyümüz bütün platformalar Android 12, 8 GB RAM, 128 yaddaş. Təbii ki çox gözəl göstərilib. Yəni göz boyamaq üçün necə deyirlər, hər şey öz yerində. Bu tərəfində də görürsünüz ki, güya Android TV əməliyyat sistemi hansı ki, elə deyil, sadə Android-dir və yaxud digər məlumatlar. İndi burada göstərilən məlumatlar bir Google Play, YouTube və burada göstərilmiş 4 dənə bu şəkildən başqa kabellər, pult, aparatın öz şəkli. Ondan başqa burada gördüyümüz bütün məlumatlar hamısı saxtadır, yanlışdır. Düzgün olmayan məlumatlar yazılıb. Təbii ki, yaddaş bu qədər yoxdur. Nə RAM, nə yaddaş yoxdur. Android 12 deyil təbii ki. Bu dediyimiz ümumiyyətlə bəziləri heç bilmirəm nədir bunlar. Amma buradakı bu rəsmi Google'un sertifikatı tələb edən platformalar var, hansı ki onları da bura yazıblar. Güya ki bu TV-Box-da bunlar işləyir. Hansı ki bu TV-Box-un sahibi bunu alandan sonra 2 ayda sistem çöküb. 2 aya TV-Box-un sistemi pozulub. Sadəcə Android yazısı yazılıb qalır. Və budur. Yəni 2 ayda bir TV-Box-un sistemi pozulmaq nə deməkdir? Yəni 2 aya bir TV-Box-un xarab, istifadəsiz hala gəlməyi nə deməkdir də? Ona görə, əziz izləyicilər, kimin məlumatı yoxdursa, bu tip TV-Box-lar almayın. Yəni bunlardan kənar, uzaqdır. Qiyməti ucuz ola bilər. Yəni ki, nə bilim, 25 manat, 30 manat, 40 manat, hətta 50 manata belə indiki qiymətlərlə, yəni 2026 yay qiymətləri ilə, yəni TV-Box-larda ümumiyyətlə qiymətlər yüksəlib. Bu qiymətlərdə demək olar ki, normal TV-Box yoxdur. Yəni burada göstərilmiş məlumatların faktiki olaraq heç biri bu qutuda yoxdur. Yəni ki, yoxladım, heç biri dediyim kimi Google Play, YouTube və salam. Qalan heç biri demək olar ki, bu TV-Box dəstəkləmir. İndi bunun qrafikasını, yazılımını yenilədim. İndi boşaq sizinlə birgə qrafikadan sonraki vəziyyətinə baxaq. Ayda 64 proqramı ilə də sistem məlumatlarına baxarıq. Özünüz görəcəksiniz ki, üzərində göstərilmiş məlumatlar hamısı yanlışdır. Bu arada belə bir TV-Box almaq, Amlogic W2-də, Android 11, 2 RAM, 16 yaddaş, yəni hər bir şeyi qaydasında yalan məlumatı olmayan belə TV-Boxlar alın. Həmişə demişəm, yenə də deyirəm ki, ilk növbədə Google-un lisansı olan TV-Boxlar olmasa Amlogic TV-Boxlar, Amlogic prosesorda olsun. Və yeni, çox da hələ ki çox məşhur olmayan Realtek prosesorlarda alın. Yəni belə bir TV-Box-da sistem pozulsa belə, yəni yazılım vasitəsilə yazılır, daha rahat yazılır, daha qrafikasını, yazılımını tapmaq daha rahat. Amma dediyim kimi bu tip TV-Boxlarda, amma bu tip TV-Boxlarda yazılım tapmaq özü də problemdir, qrafika tapmaq özü də problemdir. Yəni buna stabil, nisbətən normal işləyə bilən yazılım qrafika tapmaq çox çətin. Mən özüm bax, bu TV-Box-da 3 dəfə qrafika yazdım, 3 dəfə yazılımını yenilədim. İlk ikisində müəyyən problemlər çıxdı. Biri ümumiyyətlə dondu qaldı, digərində pultun bəzi düymələri işləmədi. Və nəhayət ki, 3-cü qrafikada nisbətən işlək bir qrafika alındı. İndi görürsünüz ki, yalnız bu ekranda gördüyümüz proqramlardan başqa heç bir proqram burada yoxdur. Olmağı da məsləhət deyil, çünki prosesorda o güc yoxdur. TV-Box zəifdir.
İndi məlumatlarına baxaq, görürsünüz ki, ilk anda gördük ki, TV fake, cihaz, yəni ki, saxtadır. Sonra üretici Rockchip kimi göstərir. İndi yazdığım proşifkanın adıdır bu, Maxstream Box. Və yaddaşı da görürsünüz, 1 GB RAM və 5 GB nə qədər 4 GB orada boş qalan depolama var, yaddaş var. Və Android versiyasına da burada da görürsünüz ki 1000 MHz maksimum prosesorun gücü, tezliyin yüksəlməsi maksimum 28 nanometr tex proses çox köhnədir artıq demək olar ki o. Ekran kartına da baxaq. Burada da görürsünüz Mali 400 MB, bu da çox köhnə. Android versiyası da göstərildiyi kimi 12 yox, 7.1. Yəni ki, bu TV-Box'da nədir? Sistem artıq demək olar ki, sıfır, heç bir şey. Yəni konkret olaraq bu TV-Box'lardan uzaq almamaq. Hal-hazırda proşifka eləyəndən sonra məlumatlarına baxa bilərsiniz. Haqqında bölümünə gələk. Yəni cihazın adı, indi yazdığım yazılımın adı kimi görünür. Güya ki Android 12, amma görürsünüz üzərinə vururaq heç bir logo çıxmır. Yəni heç bir Android 12 deyil. Digər başqa hansı məlumatlar var? İşləməyində görürsünüz ki, çox da sürət yoxdur. Amma proşifka elədikdən sonra sistemdə olan əlavə yazılmış tətbiqləri, uygulamaları siləndən sonra, tam yüngül hala getirdikdən sonra demək olar ki, TV-Box işlək hala gəldi. Saatlıda intensiv və superintensiv meyvə bağlarının sahəsi genişlənir. Bu istiqamətdə görülən işlər Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və YouTube və IPTV üçün bir müddət istifadə eləmək olar. Ümumiyyətlə, bu tip TV-Boxlar uzun müddət istifadə üçün fikirləşmək və uzun müddət istifadə üçün almaq təbii ki, məntiqə uyğun deyil. Alsanız belə mütləq şəkildə ya yazılımı dəyişməlidir, ya sistemdəki məlumatlar, sistemdəki əlavə proqramlar, yüklənmiş lazımsız uygulamalar, hansı ki, birbaşa sistemə yazılıb, onlar da xüsusi proqram vasitəsilə silinməlidir ki, həm TV-Box'un RAM-na yüklənməsin, həm də prosesor, həmin TV-Box'da olan həmin bizə lazım olmayan uygulamalara prosesorun gücü getsin və digərlərinin işləməsinə problem yaratsın. Hal-hazırda görürsünüz ki, artıq yük olmadığına görə kifayət qədər normal işləyir. Artıq bizə bu ayda 64 də lazım deyil, onu da silirik. Məsələn, görürsünüz ki, burada 6, 7, 8 dənə uygulamadan başqa heç bir şey yoxdur. Burada da YouTube, IPTV Player və lazım olsa əgər neyəsə Apple TV, heç Google accountda da daxil olmağa dəyməz. O da artıq yük verəcək, çünki Play Store 7.1 Android qalıb burada. Yəni artıq Google'un rəsmi dəstəyi də dayandığına görə bu formada istifadə eləmək. Bu qədər, əziz dostlar, izləyicilər. Fikirlərinizi yazın, kanalıma abunə olun, like qoyun, sual yazın. Təklif, irad, nə fikirləriniz var, qeyd edin. Növbəti videoda görüşərik.